Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Son günlər efir qadağası tətbiq edilən müğənnilər sırasında adının çəkildiyi iddia olunan sənətçi Ayan Babakişiyeva yenidən gündəmə gəlib. Sosial mediada yayılan məlumatlarda onun bəzi telekanallarda efirə çıxışına məhdudiyyət qoyulduğu bildirilirdi. Lakin görünən olur ki, bu iddialar öz təsdiqini tapmayıb. Dünən Ayan Babakişiyeva ATV telekanalında yayınlanan verilişlərin birində qonaq olub. Müğənninin efirdə görünməsi isə efir qadağası ilə bağlı səsləndirilən fikirlərin yenidən müzakirə olunmasına səbəb olub. Sənətçinin proqramda iştirakı sosial şəbəkələrdə də diqqətdən qaçmayıb və istifadəçilər bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bununla da onun efir qadağası ilə bağlı yayılan xəbərlərin nə dərəcədə doğru olduğu sual altında qalıb.